Daha bir arxiyepiskop sorağı İstintaq Komitəsindən gəldi. Ermənistanda kilsə ilə Paşinyan hökumət arasında qarşıdurma dərinləşir. Amerika Birləşmiş Ştatları atəşkəs danışıqlarında böyük irəliləyiş əldə olunduğunu deyir. İsrail və Hamas isə razılaşmadan çox uzaqda olduğunu bildirirlər. Trump Qəzzadakı müharibəni niyə bitirə bilmir? Əvvəlcə Ukrayna mediası yaydı, sonra da NATO baş katibi danışdı. 600-ə yaxın Çin əskərinin Rusiya bazalarına göndərilməsi xəbərində həqiqət payı nə qədərdir? Türkiyənin Liviya ilə razılaşması Yunanistanı hərəkətə keçirdi. İki qonşu şərqi Aralıq dənizində nəyi bölə bilmirlər? Az sonra biləcəyik. Diqqətiniz bizdə olsun, biz başladıq. Prezident İlham Əliyev İranın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Müştəba Dəmirçilunun etimadnaməsini qəbul edib. Dövlət başçısı İranla İsrail arasında baş verən qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyini ifadə edən İlk ölkələrdən biri olduğunu deyərək bu gərginliyi qınadığını vurğulayıb. İranla İsrail arasında bu qarşıdurma ilə əlaqədar bəzi dairələrin və media təmsilçilərinin Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayələr və yalanlara əsaslanan məlumatlar yaydığını deyən dövlət başçısı bunların tamamilə cəfəngiyyat olduğunu bildirib. Səfir isə İranla İsrail arasında baş verən qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb. Səfir qeyd edib ki, İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz və Azərbaycan dövləti buna heç vaxt zaman imkan verə bilməz. Diplomat həm də xarici və İran vətəndaşlarının ölkəmizə keçidi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Ermənistanda dövlət orqanları ilə Apostol kilsəsi arasında gərginlik kritik həddə çatıb. Ermənistan İstintaq Komitəsi Milli Təhlükəsizlik Xidmətinin arxiyepiskop Mikayel Acapaxyanı saxlamasına mane olan vətəndaşlara qarşı cinayət işi açıb. Ermənistan mediası xəbər verir ki, komitə bu şəxslərin əməllərini Ədalət Məhkəməsinə mane kimi qiymətləndirib. İstintaq Komitəsi hüquq mühafizə orqanlarının qanuni fəaliyyətinə müdaxiləyə görə cinayət məsuliyyətinin olduğunu xatırladıb və vətəndaşları mövqe bildirərkən qanuna riayət etməyə çağırıb. Arxiyepiskop Mikayel Acapaxyana qarşı da cinayət işi açılıb. Onun Gümrüdəki iqamətgahında axtarışlar aparılıb. Ermənistan baş naziri Nikol Paşinyanın bu prosesi davam etdirəcəyini göstərir. Paşinyan kilsə ilə məsələləri həll etmək fikrində qətidir. Onun gələcək planları üçün kilsənin mütləq mənada neytrallaşdırılması vacibdir. Paşinyan erməni kilsəsinin erməni toplumuna təsirini yaxşı bilir. Ermənistanda olan daxili siyasi vəziyyətin mürəkkəb olması müxtəlif səbəblərdən qaynaqlanır və indiki halda Nikol Paşinyan hökuməti həbsləri davam etdirə bilər. Çünki ona qarşı siyasi kampaniya davam etdirilir və müxtəlif güc mərkəzlərindən bu proses həyata keçirilir. Ona görə də Nikol Paşinyan hökuməti həm kilsə hakimiyyətini, həmçinin başqa gücləri zəiflətməkdən ötürü bu həbsləri davam etdirmək niyyətindədir. Və Ermənistanda olan daxili siyasi vəziyyət hələ də sabit olmayacaqdır və müxtəlif biz prosesləri görə bilərik. Ermənistan qanunlarına görə din xadimlərinin siyasi və hüquqi toxunulmazlığı yoxdur. Keçirilən əməliyyat göstərir ki, artıq Ermənistanın güc strukturları kilsəyə toxunmaq olmaz stereotiplərini dağıtmağa başlayıb. Bu isə cəmiyyətin müxtəlif təbəqələrində rezonans yaradır. Siyasi şərhçilər bildirirlər ki, qarşıda Ermənistanı böhranlar gözləyir. Görünən odur ki, Paşinyan parlament seçkiləri ərəfəsində rəqibləri aradan götürmək fikrinə gəlib. Burada həm Rusiyadan gələn milyonçu, həm kilsə nümayəndələri, həm partiyaların parlaq nümayəndələri bunları çoxdan aradan götürmək istəyirdi. Sadəcə olaraq ona müəyyən bir bəhanə lazım idi və bəhanə artıq aşkar olunub. Onlar həqiqətən Paşinyanı devirmək istəyirdilər. Qeyd edək ki, Paşinyan və kilsə arasındakı münasibətlər Ermənistanın 2020-ci ildəki məğlubiyyətindən sonra xeyli gərginləşdi. Kilsə həmin vaxt hakimiyyəti sərt şəkildə tənqid etdi. Paşinyan isə cavab olaraq kilsəni xalqın iradəsinə qarşı çıxmaqda günahlandırdı. Hazırki qalmaqal isə bu münasibətlərin artıq açıq qarşıdurma fazasına keçdiyini göstərir.
Fələstin səhiyyə rəsmilərinə görə yardım məntəqələrində baş verən insidentlərdə 550-dən çox insan həyatını itirib. 4000-ə yaxın şəxs yaralanıb. Baş verənlərdə Həmas İsraili günahlandırır. Öz növbəsində Təl-Əviv ittihamları rədd edir və hadisələrin Həmasın fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Amerika Birləşmiş Ştatları Dövlət Departamenti isə fondun fəaliyyətini təqdirə layiq hesab etdiyini açıqlayıb və digər ölkələrə fonda dəstək üçün çağırış edilib. Biz Qəzza Humanitar Fonduna 30 milyon Amerika Birləşmiş Ştatları dolları məbləğində maliyyə vəsaiti ayırmışıq və digər ölkələri də bu mühüm təşəbbüsə dəstək verməyə çağırırıq. Bugünə qədər 46 milyondan çox yemək paylanıb. Yardımların Həmas tərəfindən istismar edilməsinin qarşısının alınması da daxil olmaqla bu fəaliyyət tamamilə təqdirə layiqdir. Biz ilk gündən bildirirdik ki, Qəzzada ehtiyac içində olan insanlara təhlükəsiz yardım göstərən, eyni zamanda İsrailin təhlükəsizliyini nəzərə alan yaradıcı həllər açıq. Vaşinqton fondu Qəzzada təhlükəsiz və yaradıcı humanitar mexanizm kimi təqdim etsə də, bəzi beynəlxalq yardım agentlikləri Qəzzaya humanitar yardım fondunun bölgədəki mövcud paylama sistemini dəyişməyə çalışmasını tənqid edirlər. Digər tərəfdən gələn məlumatlar arasında Qəzzanın şimal bölgəsinə yardımın tamamilə dayandırılması var. Bu da bölgədə böhranı daha da dərinləşdirir. İsrail bu qərarı Həmasın yardım karvanlarından sui-istifadə etdiyi iddiası ilə əsaslandırır, lakin yerli ictimai strukturlar bu versiyanı təksib edir. Qəzzadakı qəbilə işləri üzrə Ali Komissiyanın yaydığı məlumata görə yardım maşınlarına minən maskalı şəxslər silahlı qruplara yox, müxtəlif qəbilələrin təyin etdiyi mülki könüllülərə aiddir. Komissiya yardımların yalnız həssas sosial təbəqələrə, yaşlılar, qadınlar və uşaqlara çatdırıldığını və Həmasın bu prosesdə iştirak etmədiyini deyir. Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı rəsmiləri də yardım karvanlarına edilən hücumların əsasən fərqli silahlı qruplar tərəfindən törədildiyini bildirir. Rusiya Ukraynanın Dnepr vilayətinə raket zərbələri indirib. Bu barədə Dnepr vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lysak Telegram kanalında yazıb. Məlumata görə Dneprin Samara şəhərinə edilən hücumda 3 nəfər ölüb, 14 şəxs isə xəsarət alıb. Çin NATO'nun baş katibi Mark Rutte'nin Pekini, Şimali Koreya və İranla yanaşı Moskvanı dəstəkləməkdə itham edən bəyanatlarına cavab verib. Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gua Jiakun deyib ki, Ukrayna məsələsində Çin həmişə sülh danışıqlarının təşviqi prinsipinə sadiq qalıb, böhranın siyasi həllinə fəal töhfə verib, heç vaxt müharibə edən tərəflərə silah verməyib və ikili təyinatlı malların ixracına ciddi nəzarət edib. Rusiya bazalarına 600-ə yaxın Çin əskərinin göndərilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə gəlincə, Gua Jiakun bu məsələ ilə bağlı heç bir məlumatı olmadığını vurğulayıb. Kiyev Post daha əvvəl Ukrayna hərbi kəşfiyyatına istinadla xəbər yayıb ki, Rusiya bu il Çindən öz hərbi obyektlərində və ordu təlim mərkəzlərində təcrübə keçmək üçün 600-ə yaxın hərbçi qəbul etməyi planlaşdırır. Siyasi proseslərdə iştirak edən böyük dövlətlər, xüsusən də Amerika Birləşmiş Ştatları maraqlarını genişləndirməkdə davam edir. Uzaq Şərqdə Çinlə olan münasibətlər Ağ Ev rəhbərinin bu siyasətinə imkan vermirdi. Məhz buna görə Trump administrasiyası Pekinlə ticarət razılaşması imzalayıb və bu da Vaşinqtonla Pekin arasında pisləşməyə doğru irəliləyən ticarət münasibətlərini bir qədər də yumşaldacaq. Eyni zamanda Donald Trump Hindistanla da iqtisadi sahədə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Maraqlıdır ki, Trump administrasiyasının Uzaq Şərqlə bağlı planları nələrdir? Mövzunu analitiklər şərh ediblər.